Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecehum. Əziz müsəlmanlar, dəyərli möminlər və möminələr, bugün fevral ayının 19-u Ramazan ayının 1-nə təsadüf edir. Bugün Ramazan ayının ilk günüdür və Ramazan ayının başlaması münasibəti ilə mən bütün müsəlmanları öz adımdan, Almaniya İmam Zaman Mərkəzi adından təbrik edirəm. İnşallah bu bərəkətli, mərhəmətli və məğfirətli ayda Allah bizə ibadət və itaət tövfiqatı nəsib eləsin. Əzizlər, mən istəyirəm bugün Ramazanla bağlı ki, bilirsiniz, ən böyük mövzu oruc məsələsidir. Ramazan ayının xüsusi əməli olaraq Allah bizə oruc tutmağı vacib edib. Bununla bağlı bəzi suallar var. Mən o suallar əsasında bu videonu hazırlayıram. Sual bundan ibarətdir ki, iynə vurmaq Ramazan ayında oruc ola iynə vurmaq icazəlidir ya icazəli deyil. Mən müasir sağ müctəhidlərin fətvalarını cəm şəkildə ümumi deməli topladım. Demək olar ki, bu müctəhidlər Ağay Sistanidir, Ağay rəhbər Seyyid Əli Xamenei cənablarıdır, Vahid Xorasani və Məkarim Şirazi ağanın 4 müctəhidin fətvalarına müvafiq olaraq deməli iynə vurulma məsələsini və dərman atma məsələsini cavablandırmaq istəyirəm. Ümumi fikir bundan ibarətdir ki, fətva bundan ibarətdir ki, ağrı kəsicilərdir, antibiotiklərdir, peyvəndlərdir. Bunlar deməli icazəlidir. Bunları vurmaq olar, heç bir eybi yoxdur. Amma o iynələr ki, onlar qidalandırıcıdır və yaxud da damar yolu ilə onlar vurulur, o iynələr icazəli deyillər. Əsas burada meyar qidalandırıcı olub olmamasıdır. Hansı iynələr ki, onlar qidalandırıcıdır, onları vurmaq olmaz. Yəni gücləndirir, qida məqsədi ilə kömək eləyir, qida məqsədi daşıyır. O iynələri vurmaq olmaz. O iynələr ki, ağrı kəsicidirlər, vitamindilər, sonra çeydici, bəzən görsən çeydici iynələrdir, müəyyən bədənin müəyyən hissəsini çeydmək üçün. Onlar isə icazəlidir. Peyvənd məsələsi, vaksinasiya məsələsi, o da yenə də adına saydığım müctəhidlərin fikrinə görə, fətvalarına görə icazəlidir. Və qan vermə ilə bağlı, bu da bu məsələlərə aiddir. Qan vermək olar və yaxud da bəzən qan alırlar, hicamət deyirlər, ya həcamət deyirlər və yaxud da damardan qan çəkməkdir. Bunların da heç bir eybi yoxdur. Ala bilərlər, qan almaq olar, həcamət də eləmək olar, sonra damardan da analizlər üçün qan götürmək olar, amma çox miqdarda yox ki, insanı zəiflətməsin. Sistani ağanın fətvalarına görə bu məsələdə deməli, əgər zəifliyə səbəb olarsa məkruhdur, amma orucu batil eləmir. Dializ məsələsi ki, bəzi xəstələr dializ xəstələridir. Onlar dializə gedə bilərlər, gedə bilməzlər. Onlarda da ümumi göstəriş belədir ki, əgər dializ zamanı bədənə qidalandırıcı nəsə dərman verilirsə, vurulursa, iynə vurulursa, onda gedə bilməzlər. Amma bu qidalandırıcı məqsədi olmayan dərmanlar bu dializ zamanı bədənə köçürülmürsə, verilmirsə, onun eybi yoxdur. Estetik və kosmetik iynələr bəzən görürsən ki, xanımlar bundan istifadə edirlər. Məsələn, botoksdur, dolğudur, mezoterapiyadır və s. Bu kimi hallarda, yəni bu vəziyyətlərdən istifadə eləmək olar və olmaz. Bunlar da orucu batil eləmir. Dəri altına vurulan kosmetik iynələr də orucu batil eləmir. Və bəli, həblə bağlı, üzr istəyirəm, bir məsələni dediyim, göz damcılarıdır və burun damcıları spreyləridir. Bunlardan istifadə eləmək olar ya olmaz. Yenə də dediyim kimi, bu müctəhidlərin rəyinə görə göz damcısından da istifadə eləmiyorlar. Biri
məsələn, gözünə dərman tökməlidir, damcı və yaxud da burunda müəyyən asma xəstəliyi ilə bağlı və s. Buruna mütləq sprey vurmalıdır. Onlar da az miqdarda eləyə bilər ki, əsas burada meyar demək, qida borusundan mədəyə tərəf keçməsin. Amma buruna da, gözə damcı tökməyin heç bir eybi yoxdur. Buruna da spreydən istifadə eləyə bilər. Dərman həb formasında tabletka kimi biz başa düşürük. Tabletka qəbul eləyə bilər, deyə bilməz. Bəzən bunu çox soruşurlar ki, bəs bizim hər hansı bir ya ağrı kəsici olsun, ya başqa bir xəstəliklə bağlı, məsələn, bir vəziyyət, elə bir vəziyyət yaranır, orucsan günün ortasında təzyiq qalxır və yaxud da şəkər yüksəlir və yaxud da başqa bir ağrı kəsicidən istifadə etmək lazımdır. Belə bir halda istifadə edə bilər, deyə bilməz. Əlbəttə, belə bir halda icazəlidir, həb qəbul edə bilər. Çünki o vəziyyətdə həb qəbul etməlidir. Çünki sağlamlığın təhlükə altına qoya bilməz. Lakin həmən günün orucu pozulur, batil olur. Sonra o günün orucuna görə daha kəffarə gəlmir boynuna, bir gün qəza orucu tutacaq. Yəni, həb də bu formada qəbul eləyəcək, lakin həmən günün orucu batil olur, pozulur, bir gün qəza etməlidir. Allah oruc namazı qəbul etsin inşallah və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.